44 günlük Vətən müharibəsinin şəhidi Quliyev Ramil Elşənoğlunun anım günüdür. Bu münasibətlə Sumqayıt Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Bildirilib ki, Quliyev Ramil Elşənoğlu 1991-ci ilin yanvar ayının 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2000-ci ildə təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada alıb. O 2011-ci ildə Kiyevdə personalın idarə etmənin Regionlararası Akademiyasının Menecment fakültəsinə daxil olub və 2015-ci ildə oranı bitirib. 2015-ci ilin iyul ayında hərbi xidmətinə gedib. Hərbi xidmətdə baş atıcı olub. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak edib və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirib. Daha sonra bir neçə özəl şirkətdə çalışıb. 27 sentyabr səfərbərlik elan edilməmişdən əvvəl könüllü olaraq müharibəyə yazılıb. 2-ci Qarabağ müharibəsi başlayan tarixdə 2 gün sonra 29 sentyabrda müharibəyə gedib. Ən böyük arzularından biri Qubadlıya bayrağımızın ən uca zirvəyə sancmaq olan igidimiz 22 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olub. 12 gün neytral zonada qalıb. Sonra Ülvi adlı əsgər yoldaşı onu 4 kilometr çiynində daşıyaraq arxa cəbhəyə təhvil verib. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub. Quliyev Ramil Elşənoğlu ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Qurban Vidadoğlu, Şəmstan Fikrətli, Elbrus İsmailov, Dünya TV.